Dostlar salam, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi 26 aprel 2026-cı il tarixində 9-cu sinifdən buraxılış imtahanı təşkil olundu və imtahanda olan suallara diqqət yetirəcəyik. Azərbaycan dili fənni B variantı üzrə əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Cümləsində altından xətt çəkilən sözlər hansı nitq hissəsidir? Birinci sözümüz zərfdir, əvvəl. İkinci sözümüz isə olacaq qoşma, çünki özündən əvvəl çıxışıqalıq söz var. Düzgün cavabımız 27-ci sual E variantı. 28-ci sual nəzərə yetirək. Eyler-Venn diaqramına əsasən uyğun fikirlər lazımdır bizə. Futbol komandamız bircə xal fərqi ilə rəqib komandadan geri qalırdı. Dilin şəkər, sözün incə, heç kəs sevməz səni məncə. Nə deyir bizə? Birinci, ikinci və üçüncü hissələrimiz var. Birinci hissədə olacaq nə? Birinci hissə C uyğun gələr, cümlənin təsir gücünü artırır, çünki burada bircə ədaddır, yəni bir sözünə artılmış cəcə ədaddır. 2-yə A uyğun gələcək, çünki nəyə görə A uyğun gəlir? Qoşma olduğuna görə məncə, mənim qədər ola bilər. 3-ə isə D uyğun gələcək, qrammatik mənası var, bəli, hər ikisinin var. Düzgün cavabımız 28-ci sual A variantı. 29-cu sual nəzərə yetirək. Mış şəkilçinin feilsəz şəkilçisi kimi işlənmədiyi cümlələri istəyir bizdən. Biz baxacağıq 29-da. Mənim qızım deməli pişmiş qızdır. Necə qız, pişmiş qız? Burada feil sifətdir. Biri çıxacaq. 2. Ağaclar dırmaşmış, dəcəl uşaq tək dırmaşmışdır deyə bilirik. Süsənlər də o adamlar görmüşmüş, görmüşdür də edə bilərik. Düzgün cavabımız olacaq 2-4. Yəni C variantı 29-cu sualda. 30-cu suala baxırıq. Cəsarətli əsgərləri mükafatlandıran qayğıkeş insan ordu generalı idi. Kim idi ordu generalı idi? Kim? İnsan. Hansı insan? Qayğıkeş. Hansı insan? Cəsarətli əsgərləri mükafatlandıran. Yəni təyin, mübtəda və xəbər olacaq. Düzgün cavabımız 30-cu sual E variantı. 31-ci suala baxırıq. Verilmiş sözlərdən amonim kimi işlənə bilənlərimiz buruq ola bilər. Biri var neft buruqları, biri var buruqsaç, isim və sifət kimi. Dolu, məsələn, dolu insan kök mənasında sifət, bir dolu yağır nə isim? Düzgün cavabımız olur D variantı. 32-ci sual. Hansı cümlədə sifət işlənməmişdir deyir? Torpaqdan bahar qoxusu gəlirdi. Torpaq isim, bahar, isim, qoxu, isim gəlirdi, feil. Düzgün cavabımız olacaq A variantı. 30-cu sual. Nümunə haqqındakı fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma qəbul etmədi. Bu olur tabesiz mürəkkəb cümlə. Nəqli cümlələrdən təşkil olunmuşdur deyir. Bəli, nə etdim? Təkid etdim. Kim? Mən. Nə etdi? Qəbul etmədi. Kim? O. Düzgün cavabımız olacaq A variantı. 34-cü suala baxırıq. Şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Təmir olundu. Hara? Binalar. Hansı binalar? Mərkəzə yaxın hansı binalar? Şəhərdəki. Düzgün cavabımız olur B variantı təyin. 34-cü sualda. 35-ci sual. Hansı cümlədə bütün sözlərin yazılışı və tələffüzü fərqlənir? Sınıq, sınıq, ürək, ürək, sevinməz, sevinməz, nımıya keçir. Düzgün cavabımız olur A variantı. 36-cı sual. Verilmiş cümlələrə əsasən cədvəldə olan uyğun fikirləri tapmalıyıq. Baxaq bir-bir doğru olanlar. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdir. Bəli. Parıldayırdı. Bu doğru fikirdir. Bəli. Biri 1 olacaq. Növbətiyə baxırıq. Həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxslidir. Baxaq üçüncü cümləyə. 1945-ci ilin bürkülü may gecəsi idi. Bu doğru deyil. Çıxırıq. Bir də olacaq 3. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədası təsəvvür edilmir. Bəli, edilmir. Bu doğru fikirdir, amma yanlış yerə yazıldığına görə düzgün cavabımız olur D variantı 1 və 3.